Müşahidələrimiz onu göstərir ki, müasir insan xoşbəxt deyil, müasir insan keyfiyyətli həyat yaşamır. O çox gərgindir, o çox narahatdır, o həmişə depressiyadadır. Məsələ burasındadır ki, bu narahatlığın kökü onun həyatında deyil əsasən, onun beynindədir. Nəzərə alanda ki, insan öz beyninə kənardan baxa bilmir, insan öz beynində gedən prosesləri görə bilmir, terapiyaların əhəmiyyəti məhz bu yerdə üzə çıxır. Terapiya nədir? Terapiyada pasiyent öz mütəxəssis ilə birlikdə beyninin işləmə mexanizmini öyrənir, orada gedən prosesləri görür, orada olan düyünləri, orada olan narahatlıqlar görür, fərqinə varır və həll etməyə çalışır. İstər ailə münasibətləri olsun, istər insanlar arası münasibətlər, valideyn-övlad münasibətləri, insanın öz işinə olan münasibəti, əgər bütün bu yerlərdə düyün varsa, güman ki, onun mənşəyi beynimizdədir. Terapiyada mütəxəssis pasiyenti eyni fokusda saxlayaraq narahatlığının mənşəyini görməsinə şərait yaradır.